siz illərin jurnalistisiniz, mən də jurnalist olmuşam. İndi hardasa bir 2005-dən başlayaraq siyasi ekspert kimi çıxış edirəm. Biz də təcrübəmizdən bilirik ki, iki dövlət arasında müharibə gedirsə, bunun bir hissəsi də informasiya sahəsində gedir. İnformasiya savaşı da olur. Mən hesab edirəm ki, sizin adını çəkdiyiniz o Amerikan 3 nəşrində, ciddi nəşrində bu deməli müharibə güya dayanacaq, Putin mövcud vəziyyətlə razılaşır və yaxud Trumpın təklifinə razı. Bu, ola bilsin ki, informasiya müharibəsinin tərkib hissədir. Biraz da Putinin mövqeyini öyrənməyə çalışır, yəqin Amerikanlar. Ola bilsin ki, Mərkəzi Kəşfiyyat İdarəsinin ortaya atdığı informasiyadır, görək Putin özünü necə aparacaq. Yəni, mən çətindir demək ki, Putin indiki mövcud vəziyyətlə barışıb savaşı dayandırmağa hazırdır. Çünki siz də adını çəkdiniz, o 4 bölgə ki var, Donetsk, Lugansk, Xerson, Zaporojye bunları dırnaqarası referendumla Rusiyaya birləşdiriblər. Və bu əraziləri tam işğal edə bilməyib Rusiya ordusu. Yəni, sabah Putin müharibəni dayandırsa, gələ Rus cəmiyyətinə izah edə ki, bəs niyə bu 4 bölgənin tamamı Rusiyaya birləşdirilməyib? Çünki məsələn, Luganskın deyəlim ki, 95-98% Rusiyanın nəzarətindədir. Donetskdə bu hardasa 70-75% ola bilər. Xersonda daha azdır, bəlkə də 50-50-yədir. Zaporojyədə daha azdır. Yəni, Putinin məqsədi odur ki, bu bölgələrin administrativ sərhədlərinə çıxsın və onunla bəlkə ondan sonra bəli işğalı dayandıracaq. Amma bu administrativ bölgələrin hələ sərhədinə Rusiya ordusu çıxmayıb. Yaxın müddətdə də çıxacağını zənn etmirəm. Çünki başa düşürlər ki, Ukrayna ordusunun müqaviməti zəifləməyəcək. Belə olan halda Putin necə ola bilər Trumpın təklifləri ilə razılaşa? Və siz də qeyd etdiniz, yəni Peskov da görürsünüz ki, yəni hər dəfə israrla bunu rədd edir. Bir də bilirsiniz, hərdən bir ola bilsin yanlış təsəvvür formalaşıb ki, Putin bəlkə də müharibəni dayandırmağa hazırdır. Bu Pasxa bayramı ilə bağlı ki, qəfil bir günlük dedi, atəşkəs elan edirəm. Mənasız şeydir. Niyə mənasız? Sən bir gün qabaq cəmaatı öldür, şəhərləri bombala. Bir gün sonra, bir gündən sonra yenə də bombala. Nə mənası oldu ki, 30 gün olsaydı başqa məsələ. Məsələn, Trump 30 gün, 3 aylıq atəşkəslər təklif edir və Trump və müşavirlər sonunda nə dedilər? Dedilər, açıq dedilər ki, biz artıq yoruluruq. Nə qədər bu məsələ ilə məşğul olar? Amerika super dövləti, başqa problemlərimiz də var. Avropa İttifaqı var, Çin var, İran var, Yaxın Şərq var. Yəni, biz də israrla bu məsələ ilə məşğul ola bilmərik. İstəmirsiniz, biz də dünənlər istəmirik. Yəni, mən kobud formada bunu biraz el dilində izah etməyə çalışıram. Ya bu mənada, ona görə ola bilsin bu xəbər də onunla bağlı yayınlanıb ki, biz son sizə xəbərdarlığımızı edirik, həm Rusiya, həm də Ukraynaya. Razılaşın, heç olmasa bir aylıq atəşkəsə görə bir ayda biz nə edə bilərik? Buna da getmir tərəflər və mən sizə deyim ki, açıq deyim ki, əslində indiki müharibənin getdiyi dövrdə Rusiya ilə yanaşı bəlkə də Ukraynaya da sərf eləmir, belə deyək, atəşkəs. Çünki Ukrayna hakimiyyəti prezidenti Vladimir Zelenski ictimaiyyəti də anlayır ki, indi atəşkəsə geçsələr o torpaqları geri qaytarmayacaqlar. Bir də məsələ var da, yəni əgər həqiqətən Putin indi işğal etdikləri ərazilərlə kifayətlənirsə, bəlkə də razılaşma əldə edilə bilər. Yəni, indikilər nəyə ki işğal edib, o qalır Rusiyada. Düz hüquqi cəhətdən Ukrayna bunu heç zaman Rusiya ərazisi kimi tanımayacaq. Buna Ukrayna rəsmiləri dəfələrlə bildiriblər. Amma reallıq da odur ki, onu da etiraf edirlər ki, itirdiklərimizi geri qaytara bilməyəcəyik. Belə bir etiraf da, acı etiraf da var. Yəni, əgər Rusiya işğal etdiklərlə kifayətlənirsə, bəli, müharibəni dayandırmaq olar. Halbuki Putin'də belə bir əhval-ruhiyyə hələ ki yoxdur. Və yenə də deyirəm, cəmiyyətin onu da anlatmalıdır ki, bu müddətdə niyə müharibəni davam edilir və 10 minlərlə itki verir. Əgər olanla kifayətlənəcəkdir, belə bir dilemma ilə də üz-üzə qalır. Düzdür, indi Putin avtoritar bir hakimdir. Deyə bilər ki, cəmiyyət üzr istəyirəm ifadəmə görə qələt edir, mən deyən qəbuldur. Amma yenə də, əgər işğal etdiyi ilə kifayətlənirsə, bəli, o Amerikan 3 nəşrinin yazdıqlarına ciddi yanaşmaq olar. Yox, Peskovun dediyi kimi, bu təkliflər rədd edirsə, onda müharibə hələ bir müddətdə davam edəcək.